Alo. Bəli. Salam, sabahınız xeyir olsun. Aleyküm salam. Nətərsən? Bəyəniz müəllimdir, danışar. Ha, həri. Mən müəllim deyiləm. Ne diyeyim ben size? Adınızı deyim, müracaat edeyim. Ha, həri. Bəyəniz müəllimin bak kredit. Nə üçün narahat edirsən məni? Siz asılmatı olan borcunuzdan bağlı narahat edirəm. Sən bayaq zəng eləyən qızın nəysən? Hansı bəyən zəng vuran qızım nə olmalıyam ki mən? Yox, bayaq başqa bir dənə səssiz qız zəng eləmiş bu nömrədən. Hə, başqa bir xanım zəng vurur. Hə. Ne olubdu? Nə Bir deyirsən? telefonu işlədirsiniz ki, yüz? Yo. Hə. Neyin görüb probleminiz nədir? Yox, mənim bütün bu nərmə nəslimi vurmuşsunuz bir-birinə söz. Mənim kimə borcum? Ay, mən harda almışam mən? Aspılmat sənsən? Mən Aspılmanat deyiləm. Mən problemi kredit departamentindən zəng vurmuşam baş ofisdən. Siz Aspılmanatdan kredit götürürsünüz, onu da ödəmişsiniz, indi də işi bizə göndəriblər. Aspılmanata 147 manat borcunuz var. Bax, eşitirsən? Hə, Dini imanlı bir insansan da, müsəlmansan da inşallah. əlbəttə. Bütün göydəki meçidlərin hamısına bir and içirəm ki, bax, bütün göydəki meçidlərin hamısına bir and içirəm ki, mən oradan kredit götürməmişəm. Dinləyin də bir dəqiqə xahiş edirəm. Birbirimizi dinləyək zəhmət olmasa. Göydə meçid yox, zarafat edirəm, hə? Yəni kredit deyil ki, deyim ki, yaxınlaşıb faizdən gör. Aydındır. Ola bilər ki, sizin telefonunuzdan kimsə götürüb bunu. Yəni bu heç. Amma onu Yox, bunu araşdırmaq lazımdır, həmin adama vermək lazımdır məhkəməyə. Yox, o sizin probleminiz. Mənim mən sizin yanınızda oturmamışam ki, görüm sizin telefonunuzu kim götürdü. Qardaşım, bəs pulu istəyəndə gəlib oturursunuz ki yanımda, bütün nəslimin yanında oturmuşsunuz. Gəl oturardın da mənim yanımda ya.